üçün bürclərin ən düz pul və maliyyə proqnozu belədir. Qoç, gəlirlər sabitdir, amma xərclər artmaq riski var. Kiçik investisiyalara diqqət edin. Məsləhət, büdcəni planlayın, qənaətə önəm verin. Buğa, pul axını yaxşıdır, gözlənilməz gəlir mümkündür. Məsləhət, şansdan düzgün istifadə edin, borc verməkdən çəkinin. Əkizlər, kiçik qazanc imkanları var, amma riskli layihələrə girməyin. Məsləhət, maliyyə qərarlarında diqqətli olun. Xərçəng, uzun müddətli maliyyə planları üçün yaxşı gün. Məsləhət, yatırımlarınızı analiz edin. Şir, gözlənilməz xərclər ola bilər, amma gəlirlər də artacaq. Məsləhət, pulunuzu ağıllı idarə edin. Qız pul mövzusunda balans qorunur, amma qənaət etmək yaxşı olar. Məsləhət, lazımsız xərclərdən çəkinin. Kiçik qazanc və bonus imkanları günün müsbət tərəfidir. Məsləhət, pul idarəsini diqqətlə edin. Əqrəb, şanslı maliyyə günü investisiyalar uğurlu ola bilər. Məsləhət, riskləri düzgün ölçün, lakin fürsətləri qaçırmayın. Oxatan gəlirlər artacaq, amma xərclərə də diqqət edin. Məsləhət, prioritetləri maliyyə baxımından müəyyən edin. Oğlaq, pul mövzusunda sabitlik var, gözlənilməz xərclərdən çəkinin. Məsləhət, yığıma üstünlük verin. Dolça, yeni maliyyə imkanları ortaya çıxır, amma ehtiyatlı olmaq lazımdır. Məsləhət, imkanları ağıllı qiymətləndirin. Balıq, gəlir balanslıdır, amma yaxın günlərdə xərclər artacaq. Məsləhət, büdcəni öncədən planlayın. İstəsən mən bunu qısa, sadə